Vaqif, bax bu nənəmin Vedrəsi. vedrəsidir. İndi bilmirəm, su Marlon vedrəsidir. vedrəsi. İnanıram ki, bəlkə də yağ vedrəsi olar. Qabaq köhnə arvadda. Ya bu da ki mənim uşaqlıq ayaqqabımı bir tayı. Pak dədələnə var. Buna bax ya. İndi o vaxtda görsən hələ də ayaqqabı dağılmıyor, tikilişi də 30 ilə qalıb hələ. 30 ilə dəri də özdə, eləmi? Buna bax ya. Materiala bax. Ay dədələnə var. Bir şey olubdu. Gör materialda keyfiyyətə bax da sən. Keyfiyyətə bax da. Həyətimizdə də ki evdə dağdağın ağacı bitir. Bu ata yurdumdur. Yəni mənim evimdir də bura. 4 otaqlıdır. Ora kuxna idi. Bura sef. O balaca koridor sef qapısı ilə buradakı hamam idi. Oradakı qonşu Əli kişinin bir də Zahid. Yəni Zahid deyəndə Anar müəllimin ata yurdunun evidir. Bax ora. O məhlə oğullar idi. Sonra o da mənim atamın yurdudur. 25 sot həyət idi bura. Ayaqda mən tikildim. Yuxarıda da kişi olurdu. Bizim də bu bir tərəf setkanın bu yüzü Mamoğlu Vaqifin həyəti idi. Elə az qalmışdı ki, bir 3-4 gün elə Vaqifə də ev mən tikəcəkdim. Amma yarım çıxar. Sağlıq olsun. İndi onu gedib göstərəcəyik. Yəni burada, yəni kanalla, Qarabağ kanalla bizim aramız 5 metrdir. Çox az miqdarda. Bəli, içində su gedirdi. Bəli, düz deyir. Şəhərdən gəlmədə kimi əlini belə qaldırırdın, su səni itirirdi. Yəni oradan qapı vardı. Qabağın kəsirdi. Devlət bu Sovet hökuməti vaxtında devlət bundan pambıq üzümçülük, pambıqçılığı idi, onları suarırdı. Bura bizim zaldır. Bəli, bura 15 metr zaldır. Orada altın altıya da orada evdir. Ora kuxna idi, sef qapılı, burada da koridor 80 sant idi kürsü, pilləkən, burada da hamam idi. Sonra da balaca uşaq evi vardı burada. Orxanın onda balaca idi. Hardasa 2 yaşı var idi, bəli. Yəni o suyla bu həyətdə nə desən eləmək olurdu. Yəni dubarə bütün meyvə ağaçlarından var idi, bostan eləyirdi, nə ürəyin istəyirdi. Şəhərlə də ki bizim aramız deyə izdaniyələr görükür, yəni ara məsafəmiz az idi. Heç bir korluğumuz yox idi. İndi gəlib baxıram, düzdə köyrəlirəm, boğuluram, danışa bilmirəm. Doğrudan da Şükür büyükü günə ki, Allah şəhidlərimizə qəni-qəni rəhmət eləsin, qazilərimizə can sağlığı. Amin, amin. Allah devlətimizə canı sağ eləsin ki, yəni büyükü gündə o həsrəti, o göz yoldanımızı yəni gözümüzdən yığdı da dedim güclə, bəli, sizi torpağınıza qaytaracağım. Qaytardı da, sağ olsun. Elə Allah şəhidlərimizə də rəhmət eləsin, qazilərimizə də can sağlığı. Xıdırıyla da ki bizim aramızda çox elə məsafə yoxdur. Patologu olsa 6-7 kilometr yoldur. O da ki qiyaslı meçididir. Görükür, burada görünmürdü. Burada vapşı farklı görünməzdi. O vaxtı ağacı idi. Heç nə qalmıyor. Heç nə görmürdü. Amma indi o da ki karyeldir, yəni daş istehsal eləyirdi. O bir dağın döşündə də ki çulludur, çullu. Orxanın dayısının kəndidir. Orada ətiməzdir, keşdazdır. Bir də bu kanalın alt tərəfi yeni məhli idi. Yəni hökumət Seyidinin bağı idi. Seyidli bağı. Üzümçülük bağı var. Belə vapşı Seyidinin bağı vapşı heç yanda yox idi. Məşhur bağ olubdu. Burada sort üzümlərin ştilini tuturlar. Sonradan oldu ştilçilik də. O bağı məhv elədilər. Elələr ştilçilik. Gedək baba Orxanın baba yurdunda görsədək. Rəhmətlik anan deyirdi ki, bəs belə börkən zad, bu tərəf börkən də vardı. Deyirdim o tərəf siz yiyin, bu tərəf biz yiyəcək. Elə idi, elə idi. Doğrudan aşağı, hay. Elə idi. Hay Allah. Allah şey olar, qəşəng qayçol adam kəsək, bu qədər apar, onun şeyin vurur. Motoru qoyurdum ora, bununla taxırdım
Bütün məhlələri suarırdım burada qəşəng. Ağaçları, hər sortda ağaçlar vardı. Meyr, meyvə, pırnıq, gilanar, gilas, nə desən. Elə baban deyirdi, ay Orxan, yekəl bu meyvədən ye. Allah hamısına rəhmət eləsin. Allah rəhmət eləsin. Ha, bu da ki mənim ata evdi. 4-6 idi, 4 üst. Bak, 2 mərtəbə idi, bəli. Vaqif özü məndən yaxşı bilir ki, bura. Pilləkənlərin içində oyub aparıb, bir dənə pilləkən daşı qalmayıb. Vaqif müəllimlər bizdən qonşuydu da. Da bizim evin arxası, atamgilin evinin idi. arxası Vaqif müəllimdir. Hə. Hayf deyirəm bunu. Hə. Vaqif müəllim töküyü daş. Hə, bu da mən tökdüyümdə. Bitirəcək, erməni imkan verir. Hə, Vermədi, mən yox. əsas mən olurdum, Şahlığımız burada keçir. Aralda olurdum. Hə, istədim. Bura mənim təzə həyətim idi. O biri həyət qaldı biraz Aralda. Buradakı hər şey eləmişdim. Bir verə zat töymüşdüm. Mənim əlvar kürsü zadı hazır idi. Bizə darvazam var idi orada. Orada dəmiri də dəmir kəsib o zalim ermənilər aparıbdı. İndi bura fikrim vardı ki, təzə ev tikəm burada elə. O da Mərdim Azar, Allah bəlasını versin erməninin, imkan vermədi. Orxan, Müharibə başladı. bir gidək o kanalda Bura körpüsünü hamısı göstərir. ağaçlıq idi, hamısı, hər bir meyvə var idi, hər bir meyvə. Oradan cərgəsi ilə iplə meyvələr əkmişdim. Nə ürəyi istəyir, hər bir meyvə var idi da. Həmən o ağaçlardan nar, yaxşı sort nardı, qalan bəpədə bunlardı, qurum evincə var. Hayf o devrə, hayf. Allah Mərdim Azara lənət eləsin. Darvaza. Oradadır. Hə. Darvazamızın bir qolu, rəngi də limon rəngi idi. Rəhmətli, Allah hamısına rəhmət eləsin. Mənim anam derdi ki, limon rəngi elə. Bir də bir tayda buradadır. Bir darvaza isə. Buradan da girirdin, pilləkən orada üstü çardağıdır, elə maşını ver altına geçsin. Buradaki bizim kanalın körpüsüydü. Bura. Gör Yoldu da bu. o şey yol da bura. Hayır, fikir ver. Vaqif, nədir Vaqif? Rəhmətli Məhərrəmgilin evi. Ora Məhərrəmgilin evidir. Əmimin evidir ora. Əmimgildə bizə ora məktəbidir o. O məktəbidir, sevili məktəbidir. Məktəbidir. Tirlər məktəbi gedir. Bu durbeynəndəki, bu durbeynən rəhmətlik Məhərrəm əmigildən bizə su adlayırdı. Bizim məhliyə. Bax, həmən durba. Bu da fikir verir. Nə vəziyyətdə düşür. Bu da kanalın körpüsüdür. Ay Allah, kanala bax ya. Allah belanı versin erməni. Bu da kanalın körpüsüdür. Gör nə qədər. Uşaqlığımız börtkan olur. Fikir verir. Bu nə də? O qədər çinmişik. Bax, burada o qədər. Uşaqlığımız burada keçir. Bu tərəfdə əmgilin evidir, Arif əmgilin evidir. Arif əmgilin evi də deyir ora. Sonra Sabrigilin evidir. Bax, o Arif əmgilin evidir. Amma Zakirgilin söktüyü daşdır, deyir. O da Sabrin evidir. Şöyle. Bu tərəfdə də şey olurdu. Transformator idi. Orxan, bu maşını da çəkə bilərsən. Burada bir köhnə 07'dir, hə. Aşıq qalıb burada. İndi o vaxtı düşübmü, nətər? Yandırıblar da, ermənilər yandırıb. Təlif salıblar bura. Təlif salıblar bura, yandırıblar. Vaqif dayı, sənin evin hansıydı? Onu da çəkək.
Burada böyle burada bizi xəndə idi, şey burada çəpər idi bizi. Hı hı. Belə. Bu da darvazanın. Mənim darvazamın şivellerin kəsiblər, darvazanı bir götürürlər, buna bax. Parası qalıbdı burada. Parası da buradadır. Buradadır, buna bax. Ha, bura sənin giriş Bura qapın. mənim giriş qapım elə. Buradan girirdin, gəldin. Burada Babam gelin qonşusuymusan. Ha, o da bax, orası sizin eviydi. Aha. Daşlar Daşları da bura tökmüsən ki, hə, ev tikmək üçün. Burada da bünövrə qoymusan ki, elə başlayasan. Onu da erməni müharibəni başladı. Kapı da kimde yani? Saçlarımızın böyle bırak. Burada benim ev. Evimin bir öğretmedi. Hamısı üç gerekti. Buranın padvaldı qazdırmışdım çiftəki. Hı hı. Burada da əhək quyumuydu mənim orada. Ha burada hak kuşu. Hə, əhək quyusu oradaydı. Burada belə de. Peki, girdik. Bak bütün materyalleri buraya yığmıştım. Evim əsas mənim bura biraz araldadır, az da bir 2 kilometr. Ha vallahi. Ha. Buranı özün üçün tikdirirdin. Özüm üçün ikinci həyətimizdir. Hı hı. Oranı biraz araldadır olduğum. Həyət əhbər için həyətimiz. Xahiş eləmsən ki, daha icazə ver mən burada sənin həyətində özümə bir otaqlı ev tikim ha. Əhbər Çin otağı elədi. Həyatı 25 sokak. O vaxt. Mənim bizim həyət var idi. Vahşi kanal gəldi oradan keçdi. Onun əvəzinə buranı bizə verdilər. Evin yılının yanında. Orada kanal gəldi bizi ortadan keçdi. O yerinə direktor söylədi ki, keçənlər oradan gəldi. Ondan sonra gəldi mən buradan getdim. Vahid müəllim, deyirəm sevinmək lazımdır ki, ümidimiz yox idi. Heç vaxt ağlımıza gəlməzdi ki, Ağdam alınacaq. Hə. İndi şükür Allaha ki, sağkən gəlib buranı görmək nəsib oldu. Mənim bu şeydə 73 yaşım var. Hı hı. Hələ ya qismət nə qədər yaşayacağam bilmirəm. Hələ şükür ki, deməli gəldim mən buranı görə bildim. Hı hı. Şükür. Nə deyim ya qismət indi bundan sonra nə bilim. İnşallah. Allah ömür Köç versin. olanda hələ Zaniyel köçəcək. Hə. Allah'ın köməkliyi ilə. Evet, Bu tek evdəki sağlam bilirsən də kimindir? O da mamam gelin evidir. Suqra maman gibi. Suqra mamam gelin evidir. Texnikalarımızda işləyir. Allah Burada da qollarına hamısı- qüvvət versin. Cərgəsinin ağaçlardır hamısı. Hamısı ağac evi. Daha cərgəsi ilə Hı. hər bir meyvədə vardı. Hər bir meyvə. Ada su bövründəydi ha baba. Hadi bölümdə- Kanal böyründə. Krantım gəlirdi artizanla. İçmə suyu vardı. Sonra Suvarma suyun var idi. suvarma suyu gəlirdi, onu suvardım. Suvarma suyun Hə. var idi. Hər bir şey var idi. Kanalda çəkib suyu vurduq bura. Vahid müəllim, gedək indi də çay evi olan əraziyə, məscidə və ikinci yaşayış kompleksinə və bununla da çəkilişimizi yekunlaşdıraq. Amma ilk öncə gedək, çox möhtəşəm avtovağzal kompleksi tikilir. İstəyirəm orada 3-cü mərtəbədə sizə bir düşvərə qonaqlıq verin bu soyuq havada. Çox sağ ol. Hava günlü olduğuna baxmayın, dəyərli dostlar. Hava soyuqdur. Gedək. Sənin sahəndə, sənin sahəndə işıqlandırdıq hər şeyi. Sağ olun. Bura gəlib görə bildik də. Şükür. Min şükür, min Çox şükür. sağ ol.